gözəl ifaçı, Balakənin sevilən, seçilən ifaçısı Rasim Sərkarovun qonağıyıq. Rasim, səni də xoş gördük bir daha. Bugün sənin dostların, qohumların, yaxınların səninlə bərabərdir və sənə dəstəyə gəliblər. Salamlayıram ilk növbədə bizi izləyən bütün tamaşaçıları. Salamlayıram Dünya TV-nin bütün əməkdaşlarını başda rəhbərlik olmaqla. Həmçinin dəyərli dostum, qardaşım İbrahim bəy, sizi çox xoş gəlmisiniz. Bizim üçün çox şad bir gündür. Siz bizi yad eləmisiniz. Həmişə siz gəlin bizə. Var olun. Bugün Balakənimizdə Rasimin həyətində, Rasimin ata ocağında qonağıq biz və Rasimin xüsusi ansamblı da var ki, Turan instrumental ansamblı. Bax, bu balaca kişinin adınadır o. Turan budur demək. Hə, onun da ansamblı buradadır. Gözəl ifalar, gözəl musiqilər, hər biri elə Dünya televiziyasındadır, İbo ilə səyahətdə. Rasim, kimləri yığdın ətrafına? Kimlər gəldi sənin görüşünə? Mənim başda müəllimim əyləşib, ədəbiyyat müəllimim, Kamaldin müəllim, sonra atamdır. Çox ən yaxın qonşumuzdur, bibilərimdir, dostlarımdır, əzizlərimdir. Hər biri sizləri bir daha salamlayırlar. Hər birinin adından sizə təşəkkürümü bildirirəm başdan. Xoş gəlmişsiniz hər biriniz. Mən sizin atanıza yaxınlaşım, xoş gördük. Əslində bu valideyn üçün bir fəxrdir ki, övladının bugün sayılması, seçilməsi və xüsusi bir hansısa bir başqa övladlardan seçilməsi sizin də bu fəxrinizdir. Bir tanış olaq sizlə Ağsaqqal. Mənim adım Qurbandır. Çox sağ olun ki, xoş gəlibsiniz, bizi yad elədiniz. Sizə minnətdarlığımızı bildiririk. Dünya TV-yə minnətdarlığımızı bildiririk. Bütün kanalın rəhbərliyinə, sizə, hamınıza minnətdarlığımızı bildiririk. Çox xoş gəlibsiniz bizim rayonumuza, kəndimizə. Həmişə siz gələsiniz. Qurban dayı, Rasimin müğənni olmanı siz istəmişsiniz, yoxsa öz istəyi ilə gəlib bu sənətçi olub? Özü uşaq vaxtından elə istəyibdi. Axıra kimi də daha biz də razı olduq ki, dedi ki, davam eləsin deyə. Özünün də istəyi olubdu, bizim də istəyimiz olubdu. Uşaq vaxtından belə marağı olubdu, məşğul olubdu, universitetə qəbul oldu, davam eləyir. Allah həmişə axıra qədər davam eləməyə Allah qismət eləsin. Sən gəlib qohumlar deyir ki, bəs oğlum müğənnidir. Denən bizə qiymət aşağı eləsin, ya pulsuz gəlsin toylarımıza. Pulsuz da gedibdi, elə də gedibdi, bütün qohum qarabiyə hörmət eləyibdi, qonşulara, kəndə, bütün rayona, hər yerə hörmət eləyibdi. Sağ olsun, həmişə də başucu olsun. Amin inşallah. Rasimi bütün ümumiyyətlə cəmiyyət olaraq məktəbdə təhsil aldığımız zaman bizə valideyndən sonra tərbiyə verən şəxs var, o da müəllimlərimizdir. Allah ömür versin müəllimlərimizə, dünyadan keçənlərə rəhmət eləsin. Bugün Rasimin Rasim olaraq formalaşmasında sizin böyük bir əziyyətiniz var və bugün də bir müəllimin, bir ustadın fəxr olunası bir tələbəsi, şagirdi burada, yəni onun adına yığışmışsınız siz də. Mən istərdim sizlə də bir danışaq, xoş gəlmişsiniz siz də. Sağ olun, mən də ilk əvvəldən öncədən deyirəm ki, siz də xoş gəlibsiniz. Qoy həmişə sizin Balakənə gəlişiniz belə gözəl, yaxşı günlərə, həm də ilin ən yaxşı fəslində təsadüf etdiyinə görə belə olsun. Rasim mənim ən yaxşı şagirdlərimdən olubdur. Rasimin nəinki mənim, nəinki kəndimizin, bütün rayonumuzun fəxridir. Və ən əsas odur ki, Rasimin səsi həmişə xeyir işlər olan yerlərdən gəlir. Yaxşı işlərdən olan yerlərdə gəlir. Bilirsiniz, bizdə belədir. Yəni bu Balakən rayonunda bir kiçik deyək, belə kompakt əhali yaşayan bir yerdir. Ham bir-birini tanıyır. Rasimi də hətta mən deyərdim ki, başqa rayonlardan bəzi yerlərdə müğənnilər dəvət edirlər. Amma Rasim olan yerdə başqa yerdən müğənni gətirməyə ehtiyac yoxdur. Niyə? Ona görə ki, həm bayaqlarım atası sizdə dediniz ki, qiymətdə biraz yöndəmlidir. Yəni yerli şəraitə uyğundur. Yerli adət ənənləri bilir. O bilir ki, harada nə etmək lazımdır. Uğurlar arzulayıram Rasimə. Böyük uğurlar arzulayıram. Gün o gün olsun ki, bu günlərim təkcə sizin yox, ümumiyyətlə bütün hətta başqa ölkələrin televiziya kanallarından da onun səs sorağı yazır. Fəxrimizdir, fəxr edirik.